Bizim alimlərimiz Əhl-i Beytdən bu haqda hədislər nəql edirlər ki, uşaqlarınızla oyunlar oynayın. Bir düşün, ata ciddi simada evə gəlir, üzündə təbəssüm yoxdur. Heç kim atanın qorxusundan o izin verməmiş tərpənə bilmir. Yox, ata kimi evə gələndə təbəssüm et, salamlaş, qoy ata evə gələndə uşaqlar deməsinlər ki, vay şimir gəldi. Gülümsəyin, oynayın. Uşaqlarımızla oyun oynayarkən ciddi ata olmayaq, təbəssüm edək. Bəzi valideynlər ölüm mələyi kimi oyun oynayırlar, amma siz uşaqlarınızla onlar istəyən oyunlar oynayın. Biraz rahat olun. Hədislərdə deyilir ki, uşaqlarınızla çox rəsmi danışmayın. Onları rahatladın, onlara qarşı yenilikçi olun. Uşaqlarımızla oynamaq bizə onların təbiətini unutmağa kömək edir. Bu adi haldır. Bu haqda hədisimiz var. Uşaqların dəcəl olması onların təbiətində var və bu normaldır. Əgər uşağımız dəcəl deyilsə, səs salmırsa, balaca robot kimi yerində oturub qalırsa, bu normal hal deyil. Bunu hədislər də təsdiqləyir. Uşaqların ora-bura qaçması, o divardan bu divara tullanması normal hallardır.